Hər vaxtınız xeyir olsun. Mənim adım Rənadır və mənim YouTube-da ilk videomdur. Bundan qabaq mən bu YouTube kanalı aparmağa çalışmışam. Sadəcə bu mənim 4 il ərzində olan ilk cəhdimdir. Çünki mən heç vaxt Azərbaycan dilində buna görə çəkmirdim. Çünki pis rəylərdən qorxurdum və elə bu gün də videomuz bunun haqqında olacaq. Ətrafdan gələn tənqid və pis rəylərin sayəsində sənin həyatını bir pauzaya qoymağındır. Mənə elə gəlir ki, bizim həyatımıza bu ondan gəlir ki, biz çox uşaqlıqdan öyrəşmişik digər insanların fikrini özümüzdən üstün tutmaq və həmişə bizim beynimizdə elə gəlir ki, digər insan bizdən yaxşı biləcək bizim həyatı və tutan o insan yaşlıdırsa, bu insan həyat yaşayıbsa, demək bu insan çox şey bilir, çox şeyə naildir və s. Amma problem ondadır ki, sənin həyatını sənin kimi yaşayacağını heç kim bilmir. Sənə məsləhəti kimsə verə bilər, əgər sən istəyirsənsə, dərslə bağlı verə bilər, imtahanlarla bağlı verə bilər, hər hansı bir çətinliyi yaşamaqla bağlı verə bilər. Amma sənin öz yolunu qoymağını, sənin necə təhsil alacağını, harda təhsil alacağını, necə yaşayacağını, hansı yaşda münasibət quracağını heç kim tövsiyə edə bilməz sənə. Çünki heç kim bilmir sən nə hiss edirsən. Heç kim anlaya bilməz sən nə hiss edirsən və problem elə bundan ibarətdir ki, mən nə qədər vaxtı bunu yığışdırırdım. Düşünürdüm ki, mənim məşğuliyyətim gic-gicidir, mən bloq aparmaq istəyirəm, başdan xərabam. Nə qədər mənim ailəm də buna qarşı narazı idi. Mənim bəlkə atam təzəlikcən 1-2 il olar ki, bunu qəbul elədi. Yoldaşım belə münasibətə biz girəndən bəri mən həmişə bunun haqqında danışırdım ki, yəni mənim arzumdur da öz bloqumu aparmaq. O da anlamırdı birinci. Yəni o da düşünürdüm ki, bu prosta sənin üçün bir periodluq bir şeydir. Yəni bir perioddan sonra bu keçəcək. Mən dedim keçməyəcək. Çünki mən çox sevirəm danışmağı. Mən sevirəm community olmağı. Ümumiyyətlə də mən insanlarla danışmağı sevirəm. Və mən anlayıram ki, oh my god. Və mən deyə bilərəm ki, bəlkə də mənim ümumiyyətlə heç vaxt bloq aparmamağımın səbəblərindən də biri elə qorxularım idi və mən həmişə buna görə qorxurdum. İndi anlayıram ki, səni təhqir də edə bilərlər, səni söyə də bilərlər və sən birinci buna cavab verə bilərsən. Mən əvvəl qorxurdum cavab verməyə. Mənim bəbişkam gəldi. Və bir yandan mən həmişə düşünürdüm ki, tutam da məni kimsə təhqir yazdı da, tam sənin var yoxu və s. Mən deyirdim ki, tutam da mənə elə bir şey yazsalar. Mən nə cavab verim? Bu 1-2 həftə, 3 həftə olar. Bir dənə mənim yoldaşımla paylaşdığım video bizim Instagramda yaxşı baxış yığıb o. O videonu paylaşandan sonra mən düzünü deyim qorxurdum pis rəylə üzləşməyə. Çünki mən o trendi çoxdan çəkmək istəyirdim və həmişə düşünürdüm ki, indi yazacaqlar da yenə gic-gici bir rəy. Oldu gic-gici rəy. Olsun TikTokda, olsun Instagramda və mən bu rəylərlə necə üzləşdim və necə onları qəbul elədim. Heç cür qəbul eləmədim. Hələ də mənim beynimdədir. Ona görə mən elə bunu dilə gətirirəm. Və deyə bilərəmsə ki, kim mənə pis rəy yazar, mən sizinlə içinə pis rəylə deyirəm, bir var tənqid prosta sənin dediklərinə görə. Bir də var sənin təhqir eləyirəm. Sən mənim anamı niyə təhqir eləyir? Mənim məsələn yaxınlarımı niyə təhqir eləyirsən? Sən mənim yaxınlarımı tanıyırsan üçün, yoxsa mən səni pislik eləmişəm. Və bu hopdan yazılan bir sözlərdir. Adam ona görə pazlamaq istəyir bu adamlara. Və mən onun üçün açıq pazlayaram. Əvvəlki mən çox qorxaq idim. Əvvəlki mən çox qorxurdum. Əvvəlki mən ümumiyyətlə əsirdim belə bir şeylərlə üzləşəndə. Bu dəfə isə mənə məsələn qaqaş bir dənə yazdı ki, bir bərk edəcəm burada şəkil. Mamavzu belə-belə. Mən dedim sən indi gözlə. Mənlə yoldaşım başladıq bunun profilini birbaşa şey eləməyə, gününü qara eləməyə. Hər tərəfdən takib atdıq. Mənim əlavə yeni profillərim var. Başladıq takib atmağa. Buna gördüm, aha, rəyini sırazı pozdu. Yoldaşım elə orada da cavab verdi ona. Yəni indiki mən göz yummuram ona. Yəni mən stalk belə eləməyə başlayıram. Çünki mən biraz başdan xərab adamam. Mən kinli adamam. Mən yaddan çıxartmıram. Və mən əvvəlki mən çox qorxaq idi. İndi düşünürəm ki, cidden də səni söyən adamı yerinə oturtmaq lazım ki, bir də bu insan bunu eləməsin. Olsun real həyatda, olsun onlayn həyatda. Əlbəttə ki, internetdə sən bu insanı liçini tutub heç nə eləyə bilməzsən ona. Və bir yandan da bəzən cidden də belə insanlara vaxtını sərf etməyə dəyməz. Çünki bəzi insanlar prosta trollardır. Yəni bunlar adicə belə bir rəyləri yazaraq özlərinə diqqət cəlb etmək istəyirlər. Çünki bu insanlar adi həyatda heç bir şeyə qadir deyillər. Hayca. Tək deyə biləcəyim, sən pis rəylərlə, pis sözlərlə üzləşəcəksən. Sadəcə bu səni şəxsiyyət kimi xarakterizə etmir. Əgər sən bunu özün üçün edirsənsə, tutalım da, yəni sən başlamısan hər hansı bir iş aparmağa, biznes açmısan hər hansı bir iş, məsələn bijuteriya satırsan və buna görə məsələn maman deyə bilər ki, kül sənə baş var, gedib məsələn ərə gedə bilərdin. Sənə neyvə lazımdır, 31 yaşın var, gör nə gündəsən. Bu sözlərə dinləməyi dəyməz. Çünki sən onu eləməlisən. Sən bunu özün istəyirsənsə, eləmək istəyirsənsə, sən xaricə getmək istəyirsənsə, eləməlisən. Çünki bir gün 69 yaşın olacaq, sənin belində radikulit olanda, xəstəliklərin olanda, onda sən heç birini reallaşdıra bilməyəcəksən. Yalnız sənin vaxtın bu hal-hazırdadır. Bu təməli qoymaq hal-hazırda. Bu əsası bu bünövrəni qoymaq ki, 40 yaşında, 45 yaşında sənin işin olsun. Və əlbəttə hamımız milyarder biznesmen ola bilməyəcəyik. Prosta ən azından bir var ki, sən ümumiyyətlə heç nəyin yoxdur və sən məcburi bir həyatı yaşayırsan, istəmədiyin bir həyatı. Bir də var ki, sən o bünövrəni qoymusan və ən azından istədiyin bir şeylər vardır və bilirsən ki, sən bunu elədin, bunu yoxladın, bunu bacardın. Məsələn, mənim bu qırxmaqlarım kimi də, yəni bu küncləri qırxmağım kimi. Mən bunu elədim. Çoxu deyirlər ki, başın xərabdır, qız belə şey eləməz. Vecimə də deyil. Mən prosta bunu elədim çünki mən bunu istədim. Damiano Davidə baxdım onda, nə bilim Canjetə baxdım. O qədər yəni artistlərə elə baxdım ki, bu yerlər bütün qırxıq idi. Sinead O'Connor idi. Mən baxdım dedim ki, brat mən eləyəcəm. Hələ mən blond vaxtlarımda olacaq. Mən indi düşünürəm də saçlarım ağarmağa başlasa, mən özümü birbaşa Debbie Harry'yə döndərəcəm blondidən. Yəni və mən bunu düşünürəm, çoxu yenə də buna qarşı çıxa bilər. Prosta just my life.
Bu mənim həyatımdır Murad. Vsyo. Və mənə elə gəlir ki, bu cəhətdən həyatıma yanaşmaq ən düz seçimdir. Və mən bu 5 il ərzində bunu çox gözəl anladım. Çünki mən yenə də bu 5 il ərzində vaxt itirmədim. Bəzi seçimləri eləyə bilərdim, bəzi seçimləri özümə qarşı eləyə bilərdim. Olsun təhsil almaq olsun, olsun bloq aparmaq olsun. Sadəcə məni qorxularım çox dala atdı, amma eyni vaxtda da mənə qəşəng bir dərsi verdi. Mən o dərsi heç bir yerdə ala bilməzdim. Və o təcrübəni olsun və danışıq tərzi. Məndə əvvəl bir məktəb vaxtı mən ancaq tədbirlərdə çıxış eləyəndə mənim səsim eşidilirdi. Qalan vaxtı mən məktəbdə həmişə susurdum. Çünki mən biraz belə şeyim var idi. Mən çox danışanda kəkələyə bilərdim. Mən çox danışanda sözlərimi çaşdırırdım və bu məndə böyük bir problem yaradırdı digər insanlarla söhbət eləməkdə, danışıq qurmaqda. Və mən indi anlayıram ki, məni biraz bu qorxu azaldı deyən özümə izin verdim özümü göstərməyə. Bir söz məndə nə qədər period var idi ki, mən həmişə düşünürdüm ki, ayda mən hara? Mən onun üçün ölüm haqqında düşünürdüm. Bir-iki dəfə də cəhdlər olub. Yəni buna görə mən bəzən özümü söyürəm ki, eləməməli idim. Yəni mən belə şeyləri eləməməli idim. Özüm haqqında belə şey düşünməməli idim. Çünki mən layiqəm yaşamağa. Mən bu günə qədər elə pislik eləməmişəm. Hə, ola bilsin məsələn, mamamın xətrinə dəyə bilmişəm. Yoldaşımın xətrinə nəyinəsə dəyə bilərəm. Yox, uşağıma məsələn, mən əminəm ki, gələcəkdə onsuz da travma qoyacağam ona. Yəni çünki sən nə qədər çavursan da uşağa xətrinə dəyə biləcəksən sən. Yəni sən ideal ola bilmirsən heç bir mənada. Sənin səbəb vaxtın olur, yorğun vaxtın olur. Prosta yəni mən belə iminli kiməsə pislik eləyim, kiməsə xətrinə dəyməyə çalışım, kimisə incitməyə çalışım. Yəni iminli belə düşüncəmdən olmayıb. Kiməsə iminli pislik eləyim, elə bir şeyim olmayıb. Və ona görə həmişə düşünürəm ki, niyə mənə yaşamaq olmaz? Hə, mən elə də gözəl deyiləm. Yəni standartlarla götürsək, mən elə arıq deyiləm, yenə standartlarla götürsək. Amma bu o demək deyil ki, mən xoşbəxt yaşaya bilmərəm, mən özümü göstərə bilmərəm, mən bəzənə bilmərəm, düzənə bilmərəm, istədiyim kimi geyinə bilmərəm, hər hansı bir şey nail ola bilmərəm. Niyə? Nə olsun ki, mən qadınam, mən maşın sürə bilərəm. Nə olsun ki, mən qadınam, mən eləyə bilərəm bunu. Və bu heç cür mənim ailəmə pis təsir etmir. Acı bloq aparmaq nə qədər mama mənə deyirdi də, yəni mən 14-15 yaşında bu fikirlər mənim beynimdə həmişə. Mən mamamı birbaşa terrorizə eləmişəm öz fikirlərimlə ki, belə eləyəcəm, elə eləyəcəm, aşağı xarici köçəcəm, aşağı mən uşaq doğmayacağam, mən child free-yəm və s. və mən hələ də o fikirdəyəm düzünü deyim. Yəni mənə bir uşaq bəsdir. Və mama mənə qədər terrorizə eləyir ki, mən bloq aparacağam. Amma deyir, az bizim haqqımızda cəmaət nə deyəcək? Biabır eləyəcəksən bizi, deyəcəklər başı xərabdır, dəlidir, nədir? Səni ərə almayacaqlar. Dedim mən vecimədir. Mən həmişə o vaxtdan da deyirdim ki, yəni ərə getməmək böyük bir problem deyil, özünü itirmək böyük bir problemdir. Sən ərə gedə bilərsən, sevgi ilə ərə gedə bilərsən, amma o evlilikdə özünü itirə bilərsən. Və bu özünü itirməkdən pis şey yoxdur. Çünki o münasibətdə də sən itirmiş olacaqsan. Sən əgər o münasibətdə yoxsansa, demək o münasibət də yoxdur. Və ona görə mənə elə gəlir ki, həmişə nömrə 1 faktor özünsən. Sənin inkişafındır. Bəzi faktorlar təsir edə bilər. Məsələn, yaxınlarımız xəstə olursa, uşağımızla problem varsa, o körpə uşağımız varsa, bəli, sən öz inkişafı vaxt ayıra bilmirsən. Amma onlar böyüyəcək, o insanlar sağala bilərlər və o periodlar keçəcək və sən elə bir dərəcəyə gələcəksən ki, yenə özünə o vaxtı ayıra biləcəksən. Və hal-hazırda uşağım yavaş-yavaş böyüyür. Mən daha da bloqu başlayıram aparmağa və başda 8 dəqiqəlik videodur. Mən bitirməliyəm. Videonu çalışacağam biraz da uzun video gələn dəfəyə çəkim. Prosta düşünürəm ki, kəşfiyyata düşməyəcək. Və bu kəşfiyyata düşməmək belə mənə çox pis təsir edir. Bəzən düşünürəm ki, istəyirəm də bloqumdan maddi bir gəlirim olsun. Ən azından xırda bir reklam olsun. Nəsə sata bilim, nəsə düzəldə bilim. Hələ o imkanım yoxdur. Ona görə onlayn işlə məşğulam. Görək indi necə eləyəcəm mən bunu, necə reallaşdıracağam. Amma YouTube aparmaq çoxdan bir arzumdur və belə bir şeytanın qıçını sındırım da öz bloqumu aparmağa başlayım. Ümid edirəm bu videoya ən azından bir 100 baxış gələr. 10 dənə də like. Çox şey istəmirəm. Cidden çox şey istəmirəm. Mənə yəni ki, bu qədər bəsdir. Və istərdim ki, bu videoya baxan insana dəstək olum ki, həyatda çətinliklər olur. Həyat o qədər bəzən acımasızdır ki, insana qarşı ki, bəzən deyirsən ki, vay, hər kəs yaşayır yaxşı, bir dənə mən bərbad gündəyəm. Prosta biz çox Instagramda yaşayırıq, yəni biz bəzən cidden də unuduruq real həyat necə bir şeydir və real həyat cidden də ağrılıdır. Çoxu insanın nə qədər şeyi yoxdur və hal-hazırda biz nail olduğumuz şeylərə görə biz minnətdar olmalıyıq. Və mən bir dənə şey deyə bilərəmsə ki, hal-hazırda çətin etapda ola bilərsən, amma bir etapdır. Mən də nə qədər vaxtı olsun, ölüm cəhdləri olsun özümə nifrət olsun. Hal-hazırda mən biraz başqa nöqtə nəzərdən baxıram və anlayıram ki, o periodları yaşamağım belə mənə bir dərs olub ki, mən indi özümə daha hörmətlə yanaşım, daha qayğı ilə yanaşım, daha sevgi ilə yanaşım. Və sizə də onu tövsiyə edirəm ki, biraz otur düşün gör ki, bu fikirlər bəzən də özümü söymə, özümə nifrət olsun, özümə belə aqressiya ilə yanaşmaq olsun, çox vaxtsa kiminsə fikirləridir və kiminsə fikrini qəbul etmək qorxusudur, tənqidi qəbul etmək qorxusudur. Ona görə uğurlar arzu edirəm sizə. Ümid edirəm ki, o huzur və xoşbəxtlik həyatınıza geri qayıdar və ümumiyyətlə daha xoşbəxt həyat yaşayarsınız. Çünki siz buna layiqsiniz. Uğurlar.